Uşaqlar, hamıya salam. Hər vaxtınız xeyir olsun. Buenos noches, buenos dias. Ürəyiniz hansını istəyir, onu da qəbul edib salamlaşa bilərsiniz. Öpürəm hamınızı. 2026-cı ilin ilk çıxışını təqdim edirəm və hələ ki hər şey zordur. İlk öncə yenidən yeni ilinizi təbrik etmək istəyirəm və arzulayıram ki 2026-cı il hamımız üçün uğurlu olar və komandamız üçün də həmçinin. Hələ ki uğurludur. Göz dəyməsin. Batıl inanclar forever. 2026-cı il girdi və Espanyolla ilk oyunumuz oldu. Derbi. Kataloniya derbisi. Bu oyundan sonra podcast çəkmədim. Sadəcə olaraq Instagramda və TikTokda azca da olsa bu oyun haqqında öz fikirlərimi bildirdim. İndi az da olsa oyun haqqında danışmaq istəyirəm. Daha doğrusu oyunun mahiyyəti haqqında danışmaq istəyirəm. Joan Garcia'nın manifestini izlədik biz. Joan Garcia'nın over performansını izlədik. Dəhşət bir şey idi. Mən son illərdə hansısa Barcelona qapıçısından belə performans görməmişəm. Bəlkə məndə Ter Stegen'i nümunə çəkə bilərsiniz, amma doğrudan da yəni Ter Stegen son illərdə belə performans göstərməyib. Göstərdiyi performanslar isə 2017-2019-cu illər arası olub. Ondan sonra Ter Stegen'in prime'ı demək olar itdi. Espanyol Barça oyunu haqqında yenə də deyəcəm, çox danışmaq istəmirəm. Super Kubok oyunları haqqında danışmaq istəyirəm. Amma Joan Garcia haqqında danışacağam. Biraz səbirli olun. Joan Garcia haqqında danışmaq lazımdır. Bu mütləqdir. Yəni adamın haqqına girə bilmərik. İspaniya Super Kuboku. Bildiyiniz kimi İspaniya Super Kuboku uğrunda mübarizədə 4 komanda var. Barcelona, Real Madrid, Atletico Madrid və Atletik Bilbao. Barcelona yarı finalda Atletik Bilbao ilə qarşılaşdı. Qarşılaşması ondan yaxşı idi. Bilmirəm, o oyuna uşaqlarla bir yerdə baxırdınız, yoxsa tək baxırdınız. Yəni konkret olaraq bu oyunun üzərində 18+ yazısı olmalı idi. Bu mütləq idi. Özümüz belə bunu gözləmirdik. Açıq deyəcəm. Bilmirəm, siz gözləyirdiniz yoxsa yox. Razıyam hardasa, bəli. Atletik Bilbao hal-hazırda optimal variantında deyil, optimal vəziyyətdə deyillər. Yəni qeyri-stabil çıxışları var və bunu mən tam mövsümün əvvəlində də bildirmişdim ki, Atletik Bilbao həm La Ligada, həm Çempionlar Liqasında mübarizə apara biləcək səviyyədə deyil. Daha doğrusu heyəti buna imkan vermir və öz bəlalarına düşüblər, özlərini tələyə salıblar, belə deyim. Okey, Çempionlar Liqasında hər bir komanda oynamaq istəyir, bu başqa məsələ, amma orada mübarizə aparmaq çox çətindir. Nəysə, oyun haqqında onu demək istəyirəm ki, bəzi ekspertlər, futbol ekspertləri, bu həm yerli, həm xarici ekspertlər olsun, çoxsu bildirirdi ki, bu oyun Barça üçün bir o qədər də rahat olmayacaq. İlk öncə nəyə görə bunu deyirdilər? Espanyolla oyuna arxalanaraq. Çünki Barcelona Espanyolla oyunda bərbad oynamışdı. Müdafiə demək olar Praxadnoy diver idi. Yəni kimin ürəyi istəyirdi girirdi, kimin ürəyi istəyirdi çıxırdı. Yenə də deyirəm, Joan Garcia'nın gedib əlindən öpsünlər, sonra başqa yerindən öpsünlər, daha özləri bilərlər. Əsasən də Yamal Yamal elə şeyləri sevir də. Nəysə. Amma həmin ekspertlər elə düşündülər ki, Bilbao Espanyolun edə bilməyəcəyini edəcək. Amma Barcelona bizi yaxşı mənada təəccübləndirdi, doğrudan da təəccübləndirdi və oyunu birinci hissədə həll etdi. Daha doğrusu 30 dəqiqəyə oyunu həll etdi. Və oyunda demək olar intriqa qalmadı. Komanda Bilbao'nu söküb yığdı təzədən. İndi bilmirəm, ölkədə Bilbao azarkeşləri varsa yoxsa yox. Yəni onlardan üzr istəyirəm, amma olanları deyirəm. Lap Abdul kimiyə deyir, 18 Atletico azarkeşinə. İndi bu gün Atletico sizi utsa fisioda. Yəni bu gün deyəndə çəkiliş indi olur. Siz artıq bunu sabah görəcəksiniz, amma artıq hesabı da biləcəksiniz. Ona görə Real Atletico oyundan elə xəbərim yoxdur. O 18 Atletico azarkeşi Abdulu görməsin. Əgər Atletico boyunu utsa da, nəysə. Kimdən danışaq? Rafinha'dan danışaq, Barci'dən danışaq. Aha, yox. Əsas məsələ. Tapdım. Lamine Yamal oynamadı, dostlar. Daha doğrusu start heyətdə deyildi və hamımız təəccübləndik. Hamımız biraz büzdük ki, deməli buna nəsə olub. Flick ehtiyat edir, bunu qoruyur. Yamalı oynatmır. Niyə də Yamal oynamasın? Amma yox, bu belə deyildi. Yamalın vəziyyəti qos kimi idi. Prosta Flick'in ürəyi belə istəyib. Bəlkə də məşqə gecikib Yamal, nəyəsə ola bilər gecikib, onu cəzalandırıb, hələ ki dəqiq məlumat yoxdur.
Amma yəni oynamırdı. Bu bizim üçün təəccüblü gəldi. Və onun yerinə Ronnie Bargi oynadı və Ronnie Bargi demək olar karyerasının, yəni vitrin oyununu keçirtdi. Vitrin oyununu keçirtdi. Hard level, nə bilim, nə istəyirsiniz deyin də buna. Bellissimo. Doğrudan da mən belə gözləmirdim. Bəli, yenidən təkrar edirəm. Atletik Bilbao darmavoydu hal-hazırda. Yəni komanda deyil. Çox bərbad vəziyyətdədirlər. Orada olan adlara inanmayın. Nico Williams, Iñaki Williams, nə bilim, Bengereçeya, sonra Sunset, Unai Simon özü olsun. Unai Simon vedrəyə dönüb. Salam olsun sənə De La Fuente. Gördün indi qapısı kim olmalıdır, əsas qapısı. Elə bilərsiniz ki, Juan Garcia'nı deyirəm. Yox. Juan Garcia ilə təzə çıxıb ortalığa 2-3 oyuna görə dəyərləndirmək olmaz. Əsas qapısı məncə David Raya olmalıdır. Yəni David Raya'nın qiyməti bilinmir. Nəyə görə mən anlaya bilmirəm. Yəni David Raya Unai Simondan 2 baş güclü qapıcıdır. Amma İspaniya millisində ehtiyatda oturur. Ola bilər sistem söhbətidir. Ola bilər De La Fuente'nin sisteminə Simon daha uyğundur. Nəinki Raya. Raya xala. Nəysə, bugün keyfim yaxşıdır. Əlbəttə keyfim yaxşı olacaq. Çünki komanda qalib gəlib. Vəziyyət zor. Onu 10 oyunda 30 vuruq. Filik əmi deyirdi ki, qoyacam namiyə, başlayır da qoymağa, tap-tap qoyur. Hələ bunun əlində oyuncu yox deyə. Bunun əlində oyuncu olsa, qabağında heç kim dura bilməz də. Çolupalarla eləyir bunu, çolupalarla eləyir. Erik Garcia'ya qoyan yox idi ya kişi. Erik Garcia'nı Puyol eləyib adam. Ferran Torres, nəysə, onun haqqında danışmayacağam. O sonranın söhbəti danışar. Nəysə, biz harada qalmışdıq? Bargi'də. Bargi doğrudan da vitrin oyununu keçirdi. Möhtəşəm oynadı. Möhtəşəm oynadı. 2 asist, 1 gol, ümumiyyətlə komandaya verdiyi o təsir, o bəzi məqamlarda verdiyi o qərarlar çox soyuqqanlı qərarlar idi və adama ləzzət edirdi. Hiss edirsən ki, artıq təcrübə yığıb bu adam. Və məncə Flick az da olsa Ronnie Bargi'yə qarşı biraz ədalətsizlik eləyir. Bilmirəm, siz belə düşünürsünüz yoxsa yox, şərhlərdə öz fikrinizi yaza bilərsiniz. Məncə ona qarşı ədalətsizlik olur. Daha çox şans verilməlidir Bargi'yə, daha çox inanılmalıdır Bargi'yə və məncə belə olduğu halda bu Lamin Yamala da müsbət təsir göstərəcək. Lamin Yamal konkurensiyanı hiss eləyəcək və avtomatik olaraq biləcək ki, qardaş, mənim arxamda Bargi dirəşib, yəni bu dəqiqə start heyət üçün adam canım belə verməyə hazırdır. Amma mən rahat ayağımın üstündə start heyətdəyəm. Flick bilir ki, mənim istedadım var. Ən yaxşı oyunculardan biriyəm. Mən oynayacağam Palibomu. Bu hal-hazırda Balde'də də var. Balde'də də var. Və Cancelo'nun transfer olunmasının ən başlıca səbəblərindən biri elə budur. Budur. Bunu bəlkə çox adam bilmir. Pərdə arxası budur. Balde'yə bir işarədir ki, ayıl, yəni sən əvəz edicin yoxdur, yəni arxayınsan. Gerard Martin əvəz edici kimi saymıram mən. Yəni o artıq mərkəz müdafiəçisidir mənə görə. Bugündən sonra Maldini'dir o. Bu başqa məsələ. Amma Bargi məsələsinə qayıdırıq. Bargi Lamin Yamal'la eyni səviyyədə deyil. Bu başqa məsələ. Bunu mən qəbullanıram. Amma az da olsa Lamin Yamal'a bir talçok ola bilər ki. Qardaş, deyən bir dəqiqə, mən özümə gəlməliyəm. Yəni Bargi dünən o qədər ideal oynadı ki. Bargi o qədər super oynadı ki. Yəni Yamal'ın yoxluğu hiss olunmadı. Yəni bəlkə o Bargi'nin bəzi epizodlarında Yamal olsaydı, giz-giz ötürmə verəcəkdi, Trivella verəcəkdi, nə bilim dalı ilə pas verəcəkdi, qulağı ilə pas verəcəkdi, o başqa məsələ. Öldürəcəkdi atakı. Bildiniz nə demək istəyirəm. Amma Ronnie biraz sadə oynamağı seçir, amma ağıllı oynayır. Bu oyunun məntiqi nədir? Gol vurub qalib gəlmək. Məntiq budur. Qalib gəlməlisən. Qalib gəlmək üçün isə gol vurmalısan. Risovkalığa ehtiyac yoxdur. Panta ehtiyac yoxdur ki, mən dabanımla top saxlayıram, qulağımla top saxlayıram, nə bilim Trivella verirəm. Hər şeyin öz yeri var. Lamin Yamal ən mənfi xüsusiyyətlərindən biri son dönəmlərdə və yeni mövsümdən etibarən olub bu. Çox belə risovkalanmağıdır. Çox belə fintlər eləməsidir, özün reklam eləməsidir, elə bil belə publikaya işləyir. Yəni bura o şey deyil, o kvadrat yerlər olur, belə balaca o freestylerlər hoqqa verir topla. Yəni hər halda bildiniz nə demək istəyirəm. Bura o deyil, bura futboldur. Burada gol vurmaq lazımdır. Amma yenə də deyirəm, Ronnie Bargi öpürəm. Təşəkkürlər, çox gözəl oynadı. Halal olsun və inanıram ki, Flick ona şans verməlidir və verəcək də.
Amma Lamine Yamal'la onu hələ də müqayisə etməyək, bu çox tezdir. Bəziləri deyir ki, Lamine Yamal zapasda qalmalıdır, Barki oynamalıdır həmişə. Yəni Barki gedib sabah Elçenin oyunda altın qoyanda hamınız onu pisləyəcəksiniz. Barsa azarkeşlərində bu var. Boynumuza alaq. Bir oyuna görə oyunçunu çox pis suit eləyirik. Çox pis belə mühakimə eləyirik və yaxud çox belə şişirdirik. Hələ tələsməyək. Demək olar Normalni başlı ilk oyunu idi adamın. Ona görə tələsmək lazım deyil, amma qiymətdən salmaq da olmaz. Uşaqlar, belə bir maraqlı statistika deyim sizə. Barcelona ilə Atletik Bilbao arasında keçirilən son 5 oyunun statistikasıdır bu. 5 oyunun hamısında biz qalib gəlmişik. Və qol nisbətində desəmsə, bəlkə şoka düşərsiniz. 16-1. 16-1 Barcelonanın xeyrinə. Yəni Atletik Bilbao həmişə bizdən dirəşən komanda olub. Həmişə bizə baş bəlası olan komanda olub. Nəinki bizə Real Madridə də və yaxud digər klublara da. Amma son illərdə Barcelona Atletik Bilbao ilə çox rahat oynayır. Dəhşət rahat oynayır. Bilmirəm niyə Atletik Bilbao belə olub. Yəni nəyə görə Atletik Bilbaoda belə bir vəziyyət var. Yəni Barcelona Bilbaoya qarşı dəhşət rahat oynayır. Bilmirəm bunu hiss eləmisiniz özünüz yoxsa yox. Yəni Super Kubokdakı oyun, La Liqadakı oyun, yəni ondan əvvəlki mövsümlərdə, hətta ötən mövsüm yadınızdadırsa, son turlar idi artıq. Barcelona səfərdə Atletik Bilbao ilə oynayırdı. Artıq heç nə önəmli də deyildi oyun. Yəni formal xarakterli bir oyun idi, son turlar idi. Barsa 3-0 hesabı ilə qalib gəlmişdi. Даже Lewandowski dubl eləmişdi həmin oyunda. Yəni Barsa o qədər rahat oynamışdı ki, Bilbaoya qarşı özdə San Mamesdə, yəni San Mamesdə ilə oynamaq hər oğlun başı üçün deyil. Yəni artıq o Bilbao'nun Barsa'ya qarşı o belə aurası, o belə təzyiqi itib. Öz fikirlərinizi bildirə bilərsiniz. Sizcə nəyə görə? Bəlkə Valverdedir səbəb. Hücum dörtlümüz haqqında danışmaq istəyirəm. Daha doğrusu Barca haqqında danışdıq. Digər uşaqlar qaldı. Rafinha'mız qalıb, canavarımız. Ferminimiz qalıb, əjdahamız. Və ən əsas məsələ bizim Akulamız, Ferranımız. Ona heç nə deyən deyiləm. Ferranın mənim yanımda adını çəkməyin, xahiş edirəm. Bunu demişəm mən, yenə də təkrar etdirirsiniz mənə, məcbur edirsiniz ki, mən bunu deyəm. Ferran Torres Real'la oyunda belə, nə bilim, Çempionlar Liqasının finalında belə, pentatrik etsə belə, mən o adamı Barsa səviyyəsində bir oyunçu kimi görməyəcəm. Mənə görə futbolda stabillik önəmlidir. Və stabillikdən yanaşı, futbolda biraz, yəni adamın ağlı olmalı da dostum. Da belə də yoxdur, adam taxta olmaz da. Və adam taxtadır da bu. Qol vurur, okey, o gün məsələn Betis'ə 3 dənə şəplədi, nə bilim, Real'la ötən mövsüm demək olar hər oyunda qol vururdu adam. Amma elə bir nəsə çatmır da bunda. Nəsə çatışmır da bu adamda da, belə var, nəsə istedadı bəlkəm var, amma nə bilim, mən onda istedad görmürəm. Bəlkəm də var onun istedadı, mən görmürəm, bəlkəm, amma nəsə istedadsız adam gəlir mən o. Yəni var hər şey, bədən, nə bilim, sürəti də var, amma istedadı və beyni yoxdur adamın. O maksimum Barsa'da ehtiyat oyuncu ola bilər, ehtiyat oyuncu. Bilirsiniz, Elche ilə ikinci hissədə buraxasan ki, hesab 3-0'dır, get sənlə oyna da. Bəli, bizi çox oyunlarda xilas edib Ferran Torres. Mən onun əməyini də aşağılamaq istəmirəm. Elə bilməyin ki, onun haqqına girmək istəyirəm. Amma biz Barcelonayıqsa, bizim hücumumuzda Ferran Torres levelında oyuncu olmamalıdır. Yəni bu mütləqdir. Bunu düzgün də anlaya bilərsiniz, səhv də anlaya bilərsiniz, amma məntiq budur. Yenə də deyirəm, Ferran bir oyunda 5 gol vursa belə, Çempionlar Liqasında pentatrik etsə belə, mən o adamı Barsa səviyyəsində bir oyuncu kimi görməyəcəm. Qaldı digər oyuncularımıza Fermin Lopez. Dostlar, mən bilmirəm, dünən biz uşaqlarla bir baxırdıq oyuna, fan klubla baxırdıq. Fermin qol vurdu, sonra 2 asist elədi. Hamı mənim üstümə düşüb, bax, Olmodan yaxşıdır. Qardaş, Fermin qol vuranda elə bilirlər ki, mən düşmənçilik eləyirəm Ferminə qarşı, Fermindən nəsə belə şəxsi qərəzliyim var. Fermin, yəni mənim komandamın oyunçudur. Mən Fermini bəlkə Olmodan da çox istəyirəm, hamısından da çox istəyərəm. Əsas odur komanda qalib gəlsin. Mənə fərqi yoxdur. Fermin Lopez qol vurur, asist eləyir, Juan Garcia vurur. Xoyt gəlib Şeysni qol vursun. Mən yenə də sevinəcəm və yenə də sevinəcəm və yenə də sevinəcəm. Mənim Fermindən belə alıb verməyəcəyim və yaxud verib alacağım yoxdur. Mənə fərq etmir. Əlbəttə ki, sizə də bu belədir. Siz Barsa azarkeşisinizsə, əlbəttə sizə önəmi yoxdur. Bunu Rafinha vurur, yoxsa Yamal vurur, yoxsa Fermin vurur.
Amma Olmonu da aşağılamaq lazım deyil. Bəli, indi Fermin doğrudan da prime açıb. Çox möhtəşəm mövsüm keçirdir. Özü 2026-cı ildə komandanın vurduğu bütün qollarda iştirak edib. Bütün qollarda iştirak edib. Dəhşət bir statistikadır bu. Amma Fermin də öz üzərində işləməlidir. Biraz xəsisliyini azaltmalıdır. Çox xəsislik eləyir adam. Bəzi yerlərdə belə simizlik eləyir, belə egosuna qalib gələ bilmir. O öz qol statistikasını, asist statistikasını artırmaq üçün bəzən yersiz hərəkətlər eləyir. Amma potensial pik səviyyədədir. Bax, bunda potensial var. Bu uşaqda potensial var. O biraz inkişaf eləsə doğrudan da Barsada möhtəşəm işlər görə bilər. Amma özdə belə bir nüans deyim sizə. Fermin Lopez Barsa sisteminə uyan futbolçu deyil. Yəni Barsalıq deyil o adam. Sizə qəribə gələ bilər ki, deyə bilərsiniz ki, necə Barsalıq deyil, amma Barsada oynayır axı. Yəni onun da bu gün gözəl oynamasının başlıca səbəblərindən biri Hans-Dieter Flick'dir. Hans-Dieter Flick'in futboluna 10-10 oturur adam. Ona görə oynayır. Bu dəqiqə Barsa sistemində başqa baş məşqçi olsaydı, nə bilim tiki-taka oynadan baş məşqçi olsaydı, belə dibinə kimi tiki-taka oynadan da, yəni inan Allaha Fermin Lopez belə partlamazdı. Yəni bu səviyyədə olmazdı. Sırf olaraq Flick'ə görə Fermin bu dəqiqə partlayır. Yaxşı mənada partlayır. Bu partlayır sözündən mənim şeyim var, fobiyam var. Rafinha, kapitanım mənim. İndi bilmirəm, Flick bəlkəmdə komandanın bəzi oyunçularına hörmət əlaməti olaraq komandanın əsas kapitanı Rafinha etmir. Amma bugünkü günümüzdə komandanın əsas kapitanı Rafinha olmalıdır. Sözsüz olaraq Rafinha olmalıdır. De Jong sənin gözlərini yeyim. Pedri sənin nə bilim qaşlarını yeyim. O birisi kimdir? Araujo bas bayra. Bas bayra Araujo. Heç nə yeyən deyiləm. Amma Rafinha bu komandanın kapitanı olmalıdır və əsas kapitan olmalıdır. Kapitanlarından biri yox, əsas. Həm mental olaraq, həm ruh olaraq, həm lider olaraq, həm bir peşəkar olaraq, işini peşəkarcasına görən bir futbolçu olaraq, həm insani keyfiyyətlərinə görə Rafinha birinci yerdə olmalıdır kapitanlıqda. Və o kapitan olduğu zaman daha komanda özünə inamlı oynayır. Daha belə özün güclü hesab eləyir. Bəlkə də gördüyüm ən disiplinli, ən belə xarizmatik 5 Braziliyalı futbolçudan biridir Rafinha. Rafinhanı mən belə bilmirdim. Doğrudan da mən belə bilmirdim Rafinhanı. Rafinha məni yaxşı mənada təəccübləndirdi. İnsani olaraq təəccübləndirdi. Futbol olaraq demirəm. İnsani olaraq məni təəccübləndirdi və Rafinha bu dəqiqə komandanın əsas fiqurlarından biridir. Pedri, Yamal, hamısı öz yerində, hərəsinin bir payı var. Kimsə, məsələn, Pedri intellekt olaraq Barsaya nəsə verir. Yamal belə texnika olaraq nəsə verir Barselonaya. Rafinha isə hər şeydən biraz verir. Biraz texnika, biraz nə bilim intellekt, biraz mental, biraz başqa güc verir və o universaldır. Həm döyüşçüdür, həm hücumçudur, həm müdafiəçidir, canın qoyur meydanda. Bax, Barsaya belə oyunçu lazım idi. Barsaya belə tipli oyunçular lazım idi. İnan Allaha 2019-da və 2017-ci illərdə, 18-ci illərdə üzr istəyirəm, Barselonanın Rafinha kimi belə kapitanı olsaydı, Rafinha kimi lider olsaydı, bu komanda elə biabırçılıqlara məruz qalmayacaqdı. Bunu əminliklə deyirəm sizə. Aha! Rəqibimiz kim olacaq? Ya Atletico Madrid, ya Real Madrid. İndi bu videoya siz baxanda artıq rəqibi biləcəksiniz, mən də biləcəm. Çünki bu video bir gün əvvəl çəkilib, yəni oyun günü çəkilib. Real Madrid, xahiş edirəm səndən qalib gəl, xahiş edirəm qalib gəl. İndi bilmirəm, mən bunu deyəndə olsa bilinəcək qalib kim olacaq, amma nəysə deyirəm də. İstəyirəm ki, El Clasico olsun. Bəziləri deyir ki, Barcelona revanş almalıdır Real Madriddən. Elə bir şey yoxdur, Barça revanş almalı deyil. Bəli, son El Clasico'da məğlub olduq, okey. Amma hal-hazırda revanş həvəsi ilə Real Madrid yanır, nəinki biz. Çünki onlar Superkubokun son finalında bizə məğlub oldular, biabırçı məğlub oldular və onlar revanş almalıdır, biz yox. Və ən önəmlisi, sual verə bilərsiniz ki, bu İspaniya Superkuboku hal-hazırda hansı komanda üçün daha önəmlidir? Əlbəttə ki, Real Madrid üçün. Əlbəttə ki, Xabi Alonso üçün. Xabi Alonso üçün çox böyük bir həm şansdır, həm də batışdır. Belə deyə bilərəm bunu. Yəni bu oyunda Xabi Alonso çempion olsa, yəni bu oyunda deyirəm, üzr istəyirəm, yəni bu turnirdə Xabi Alonso çempion olsa, az da olsa öz statusunu bərpa eləyəcək. Amma məğlub olsa, işləri xarabdır. Özdə Mbappe də yoxdur. Ümid qalır Vinicius'la Gonzalo və Rodrigo'ya. Görək nə edəcək. Qaldı ki, Atletico Madrid də qeyri-stabil oynayır. Yəni bir gün belə, 2 gün elə toksik qız kimi aparır özün.
yəni dəqiq bilmir ki, necədir. Özü də bilmir ki, nə etmək istəyir. Ona görə yəni mən inanıram ki, Atletico Madrid məğlub olacaq Real Madridə və o 18 Atletico Madrid azarkeşi təəssüflənməyəcək. Amma Atletico Madrid qalib gəlsə, Abdul hazır ol. Yəni 18 Atletico Madrid azarkeşi bizi yəni da o məsələdə yəni bildin. Təhlükə olaraq hansı rəqib bizə daha təhlükəli ola bilər? Real Madrid yoxsa Atletico Madrid? Mən belə deyim, hal-hazırda hər üç komanda belə bomba vəziyyətdə deyillər. Aralarında bir dənə normal futbol oynayan Barsadır. O da indi təzə-təzə gəlib özünə. Hələ ki vəziyyəti belə yaxşıdır. Real Madriddə vəziyyət belə də orta. Betislə oyunda biraz qaza gəldilər. Şəplədilər orada. Gonzalo hat-trick elədi. Mbappé'yə bir dənə işarə verdilər ki, sən yoxsan biz partlatdıq, gəlməyiz. Amma Real'la oyun həmişə təhlükəli olub, fərq etmir. Real Madrid yaxşı vəziyyətdədir, pis vəziyyətdədir və yaxud Barsa yaxşıdır və yaxud pis vəziyyətdədir. El Clasico-da bunun marağı var, bunun statusu var. Əlbəttə ki, hamı El Clasico istəyir. Atletico Madrid indi biz zarafatlaşırıq, deyirik, gülürük. O 18 azarkeş, 31 azarkeş, 69 azarkeş bu fərq eləmir. Atletico yəni statuslu klubdur, yəni bunu danıram. Yəni Barsa Real səviyyəsində deyil, o başqa məsələ. Amma statuslu klubdur. Onların da bir məqsədi var. Onlar da nəyisə nail olmaq istəyirlər. Amma yəni Barsa Real dueli və yaxud döyüşü kimi ola bilməz. Ona görə El Clasico gözləyirik. El Clasico istəyirik. Davay Xabi Alonso görsə dözü. İndi gəlir təsəvvür et Atletico 5 dənə qoyur yenə də. Real Madrid yenə də cinahlar sayəsində Barsanı əzə bilər. Nə mənada? Əgər Barsa yenə də müdafiədən boşluqlar versə, müdafiənin arxasına atılan ötürmələr, artıq bu primitiv bir şeylərdir. Bunu hamımız bilirik. Bu dəqiqə gedək nənəmi çağırım bura. Otusturum ki, ay nənə, Barcelona niyə uduzur? O qayıdıb deyəcək ki, müdafiənin arxasına verilən ötürmələrə görə. Yəni o arvad belə bunu deyəcək, 80 neçə yaşı var. Ona görə artıq bunu hamı bilir və bunun üzərində işləmək lazımdır. Və onu da nəzərinizə çatdırım ki, Barsa Real oyununda, yəni 26 oktyabrda olan oyunda Barcelona'nın heyətində böyük problemlər var idi. Hal-hazırda o problem yoxdur. Və əgər Barcelona El Clasico'da qalib gəlsə, o bəzi Real azarkeşlərə nə deyəcək mən bilmirəm. O heyətimizə lağ olur. Nə heyətin nə daxlı var? Ötən mövsüm bizdə də heyətdə problem var idi. Mən hələ onlara başa sala bilmirəm ki, izah edə bilmirəm ki, qardaş, sənin müdafiəndə olan problemləri hücumçular və yarım müdafiəçilər kompensasiya eləyə bilər. Çünki sənin hücumun, sənin yarım müdafiən wow bir səviyyədə idi. Bellinghamla oynayırsan, nə bilim, Mbappé ilə oynayırsan, Vinicius'la, Rodrigo ilə oynayırsan. Mənim amma hücum xəttimi bu günə kimi heç kim tanımırdı. Rafinha'nın 3-cü dərəcəli oyunçu hesab eləyirdiniz. Yamal Çolpaydı, dünənin uşağıdır. Amma El Clasico gələndə Yamal eləyirlər bir dənə canavar. Yamal dünyanın ən yaxşı oyunçusudur. Niyə Yamal elə deyirsən? O özlərinə sərf eləyəndə yox, Yamal ən yaxşıdır. Amma sərf eləməndə yox, Yamal kimdir? Laportulla. Ferran Torres hücumda oynayır, 38 yaşlı Lewandowski oynayır. Baxaq da kimin hücumu güclüdür, kimin hücumu zəifdir. Bir də xahiş edirəm 15 çılı söhbətini açmayın da, valla güldürürsünüz özünüzü. 15 çılı yeridir, başıma dönüm. Super Kubokun finalıdır. Burada şəxsi qarşılaşmadır. Sənə qalib gəlirəm, sən mənə qalib gəlirsən. 15 çılının bura nə dəxli var? Real Madrid haçan 15 çılının qalibi olub ki, bir dəfə Barsanı finalda utsun. Haçan olub da bu. Və yaxud Barsa Real Madrid utsun finalda. Belə bir şey olmayıb. Cəmi 2 dəfə yarım finalda qarşılaşıblar. Birində Barsa qalib gəlib çempion olub, birində Real. Nəysə, bu belə toksik azarkeşlər haqqında danışmaq istəmirəm. Bu hər iki tərəfdə var. Həm bizdə var, həm sizdə var. Yəni Realda da var, Barsada da var. Normal bir şeydir. Amma yəni bu 15 çılının yəni biraz zibilini çıxarmaq lazımdır elə. Qardaş, bildiyi də var. Allah köməyimiz olsun. Bunu uduzanda demək lazım deyil, bunu udanda demək lazımdır. Bunu uduzanda deməyə ehtiyac yoxdur. Yəni var böyük bir şeydir. Mən bunu danmıram. Amma yəni da bunun zibilini çıxarmayaq da, xahiş edirəm. Az da olsa Joao Cancelo haqqında danışmaq istəyirəm dostlar. Joao Cancelo yenidən Barcelona'ya qayıdır. Joao Cancelo Barsa həsrəti ilə yaşayırdı və axır ki, yenidən öz istəyinə çatdı. Mənə sual versəz ki, bu transferin olunmasına razıyam yoxsa yox, qayıdıb deyəcəksiniz ki, sən kimsən ki, buna vəbşə razı olasan? Bu başqa məsələ, onu düz deyirsiniz. Amma dəqiqə. Amma hal-hazırda Joao Cancelo bizə lazımdır. Nəyə görə? Sırf olaraq ehtiyat skameykasını genişləndirmək üçün və bayaq dediyim məsələyə görə, Baldeyə görə. Baldenin o balaca töskü birə şişib. Nə mənada? Çünki qorxu yoxdur. Rahatdır ki, mən oynayacam və konkurensiyanı hiss eləmir.
və Cancelo'nun gəlişi avtomatik olaraq Barsaya iki opsiyada üstünlük verir. Sağ cinah müdafiəsində və sol cinah müdafiəsində üstünlük verir. Bu artıq həm Kunde'nin yükünü azaldacaq, həm Balde'nin yükünü azaldacaq və Kunde'ni artıq mərkəzə də ata bilərik. Baxmayaraq ki, Kunde artıq neçə illərdir mərkəzdə oynamır və adama bu dəqiqə desən ki, get mərkəzdə oyna, qayıdıb deyəcək, başa düşmədim. Ora nədir belə? Mən sağ bekəm ya qardaşım. Yəni mənim üçün mərkəz lazım deyil. Xavi'nin dövründə Xavi ilə qırışırdı ki, məni keçid mərkəzə. Flick gəlib onu necə pişirdisə, indi bu dəqiqə istəsələr bəlkə o mərkəzə keçməz də Kunde. Nəysə, Joao Cancelo'nun yaşı 31-dir və Barsaya nə verə bilər? Belə çox şey verə bilməz. Amma ən azından təcrübə verə bilər. Müdafiədə Balde'yə nəsə öyrədə bilər. Böyük təcrübəsi var. Demək olar top 5 liqaların hər birində oynayıb. Bir dənə Almaniyada oynamayıb, orada da oynayıb. Fransada oynamayıb bir dənə. Hə, Fransada belə oynamayıb. Qalan hər yerdə oynayıb adam. Və bir mənfi xüsusiyyəti var, disiplinsiz olması. Flick disiplinsiz oyuncu sevmir. Və əgər Cancelo öz disiplinini düzəltsə, daha məsuliyyətli olsa, daha belə peşəkar olsa, ən azı Barsada mövsüm sonuna qədər qalacaq və daha bir ildə qala bilər. 32-33 yaşına kimi oynaya bilər. Məsuliyyətli olsa, futbola köklənsə, adamın ən böyük problemi disiplinsiz olmasıdır. Amma yenə də hal-hazırki günümüzdə buna da şükür. Mağa da şükür. Mənim ürəyim, mənim ciyərim, səni sevirəm. Joao Garcia. Doğrudan da bu adam ləzzət edir də mənə. Hələ transfer olunmamışdan qabaq o şayələr ki yayılmışdı. Joao Garcia bir də Chevalier. Mən də onların ikisini bəyənirdim. Və Kobel də var idi. Kobeli bəyənmirəm, istəmirəm. Mən dedim ya Joao Garcia olsun, ya Chevalier olsun. Amma bir tık nəsə belə Joao Garcia'ya çəkirdi qanım ki, yəni ən azı İspanlı, qoy komanda İspanların sayı daha çox olsun. Joao Garcia ürəkdir. Joao Garcia sakit uşaqdır. Oyunlardan sonra dağa gedir, nə bilim kabab çəkir, yeyir, nə edir orada, özü bilər. Futbolu ilə məşğuldur, oyunu ilə məşğuldur, gəlib komandanı xilas edir. Mən açıq deyəcəm bunu, inciməyin məndən. Komandanı xilas edir son neçə oyunda. İndi Bilbao ilə oyunu sıxarsaq. Villarreal ilə oyunda xilas elədi. Espanyol ilə oyunda xilas eləmədi. O prosta götürdü, oyunu hədiyyə verdi Flickə və digər oyunçulara ki, qardaş, bu oyun mənli idi. Bu oyunda qolları da mən vurmuşam. Topları da mən çıxarmışam. Onun seyvləri var idi birinci hissədə. O bir əli ilə seyv elədi. Sonra ikinci hissədə toplar çıxartdı. Tək-bətək 2 dənə oyuncu gəlir üstünə. Mən dedim qoldur. Hesab 0-0, Espanyol qol vursa oyun apar. Getdi oyun. Adam necəsə əlin soxdu, topu çıxartdı ayağının altından. O Espanyol oyunçu da qoyumluq elədi. Pas versəydi boş qapıya vuracaqdı o birisi. Amma da onu risk elədi, penaltidən qaçdı, topa oynadı. Möhtəşəm. Joao Garcia axır ki bizim o uzun sürən həsrətimizi, qapısı həsrətini bitirə bilər. Amma yenə də deyirəm, istəmirəm gözə nəzərə gətirəm onu. Çünki bilmirik nə olacaq. Ter Stegen də belə qazla gəlmişdi. Ter Stegen bunun Bavariya ilə oyunda elə top çıxartdı ki, onu bəlkə heç bir qapıcı çıxarmayıb karyerası boyu. Amma axırın gördükdən necə oldu? Stabilliyin qoruya bilmədi. Heç nə istəmirəm. Joao Garcia bir dənə stabil ol. Futboluna məşğul ol və ən əsas məsələ zədə alma. Zədə alma, hər şey bomba kimi olacaq və axır ki doğrudan da belə sevinirəm ki bizim də top klas qapıcımız var. Doğrudan da bundan top klas qapıcı deyirəm. Və bunun davamı olsa vapşı əla olar. Hələ ki biz çox belə göylə gedə bilmərik. Çünki təzə başlayıb mövsümün yarısıdır. Yəni təzə tanıyırıq biz bu qapısını. Biz bu qapısını görməmişdik bu günə kimi normal. Və ən azı 1-2 mövsüm, 3 mövsüm belə stabil oynasa, biz onu yüksək səviyyəyə qoya bilərik. Amma hələ tələsməyək. Uşaqlar, məndən bu qədər. Ürəyimi boşaltdım. Daha ürəyimdə heç nə qalmadı. Təriflədim, pislədim, nə bilim, xoşunuza gəldi, gəlmədi, şərhlərdə yazın. Like qoyun videoya, kanala abunə olun. Videoya baxış gəlir, amma like sayı azdır da, çox azdır. Yəni ən azından elə dəstək ola bilərsiniz. Onunsa sponsorumuz adımız da yoxdur normalde. Yox, sponsorumuz var. Buradan Orxana təşəkkür edirik, Fast Bazara təşəkkür edirik. Bizi keçən səfər doyuzdurdular belə pismasın. Ona görə siz də sifariş verə bilərsiniz. Doğrudan da çox qeyri-adi və spesifik bir məhsulları var. Ona görə maraqlıdır və doğrudan da daddır. Yəni yalandan deməyin mənası yoxdur. Yəni olan da, yəni alıb dadım bilsəz, əlbəttə ki mənlə razılaşacaqsınız. Bu qədər dostlar. Öpürəm hamınızı. İnşallah finalda görüşərik. El Clasico olacaq böyük ehtimalla. Tək olsun. İndi Atletico gəlib sındırmasa bizi. El Clasico'dan da sonra görüşəcəyik əlbəttə ki. Burada olacağam. Öz fikirlərimi bölüşəcəm. Onda amma Barsa formasını geyinəcəm.
Fanshopdan bu formaları geyinəcəm. İkisindən birini. Hansını geyinim sizdə? Şərhlərdə yazın. Hansına daha çox like gəlsə, onu da geyinəcəm. Öpürəm hamınızı. Viska Barsa, Viska Kataloniya.